Herkese salam kızlar. Yeni vloguma xoş gəlmisiniz kızlar. Uzun zamandır çox vlog çəkmirəm deyənə darıxmışam. İndi mənzərəm, salamlaşma mövqeyim, yerim başqa cürdə, yəni dəyişib belə arada bir dəyişikliklər eləyirəm. Belə dedim, bekarçılıq idi, dedim bir vlog başladım. Axır zamanlar hava çox soyuq keçir, inanılmaz dərəcədə soyuq keçir. Evi də isitmək mümkün deyil. Yəni evi isitmək mümkün deyil. O qədər soyuqdur ki, bu günlərim hava gözəl, günəş çıxır. Günəş çıxan kimi mən nə etdim? Pəncərələrimi bir daha sildim. Çünki yeni ilə kirli pəncərə ilə girmək istəmirəm. İndi mənə yazacaqlar ki, nə qədər silirsən. Həqiqətən qızlar, yəni belə təmiz pəncərə evin ab-havasını dəyişir. Təmiz pəncərə, təmiz səliqəli pərdə həmişə ev ab-havasını ən birinci dəyişən nəsnədir. Burada qoz təmizləyirdim evdə. Qozumu da azalıb fark etdim. Dedim bayram gəlməmiş bu qozu tez. Sonra işlər o qədər olacaq ki, yəni belə görmüşük də anamızdan. Yəni uşaqlığımızdakı bayram gələndə düzdür, Novruz bayramı daha fərqli keçirilir, amma yenə də yəni bu da bayram sayılır, ilbaşıdır və kimsə gəlir ya bayramlaşmaq üçün, kimsə gəlir ya yəni süfrən açıq olmalıdır, ilə belə girməliyik, belə mifoloji sözlər də var. Bütün bunları nəzərə alaraq biz də bayramımızı keçirmək üçün başlayacağıq. Yəni şirniyyatı ilə, yeməyi ilə, hər şeyi ilə süfrəmizi açacağıq. Ona görə də bizə də yəqin ki bol qoz lazım olar ləpə kimi. Hələ ki yəni hazırladım, bilmirəm indi nə hazırlayacağam, amma bunu hazırladım. Bunu gözəl belə bunların hamısını bir-bir, tək-tək bıçaqla özüm doğramışam. Çox belə narin, çox kobud yox da, yəni bu şəkildə belə narin. Blenderlə də elə keçirmək olar. Məndə burada blender olmadığı üçün mən bunları oturub bir-bir bıçaqla belə incə doğramışam. Qozların hamısını demək olar ki elədim. Yəni kənddən gətirmişdim. Axırıncı qalmışdı. Dediyim kimi onu da eləyim ki, hazır olsun əlimin altında ləpə. Yəni süfrəyə eləyərəm, ya nəsə şirniyyat eləyərəm, onun içinə əlavə eləyərəm. Biraz elədim, dediyim kimi əsas salat idi. Bunu demədim deyəsən, bunu salat üçün, qozlu salat üçün indidəndən elədim, ayırdım ki, bunlar bəzilər belə çox qara olmağına baxmayaraq içi yaxşıdır, ona görə atmadım. Çünki ola bilsin ki, qovurdum. Qaralardan seçib qoymuşam ora ki, onu da yeyək. Hayf olmasın da, yəni yaxşıları saxlamışam. Güya da indi hələ yaxşıları. Çünki lap yaxşılarını bunun üçün eləmişəm ki, qaraltı olmasın, çox ağ olsun, ağ rəngində. Bunu istədim ki, qovuram eləyəm, amma salata qovurmaq lazım deyil. O qozun öz dadı, o bilinməlidir. Nə salat eləyəcəm qızlar, soruşan olsa, yəni şuba salatı deməyim bilmirəm. Çünki mən salatlarda həmişə özümdən nəsə bir şey əlavə eləyirəm. Məsəl üçün, mən bunu indi deyəcəm reseptini biləsiniz. Qırmızı çuğundur, ət, qoz, sarımsaq, biraz kartuşka əlavə eləyəcəm. Bu şəkildə, yəni belə bir salat eləyəcəm, amma bilirəm bunu balıqla eləyirlər. Mən salatda balıq bilmirəm, mən həmişə ətlə eləmişəm. Salatda balıq yox, amma krab, marketlərdə satılan krablar var. Ondan çox ləzzətli olur. Ondan olar, balıqdan istifadə etmirəm. Bir də bunun içinə çox adam yox, reseptinə görə kartuşka tökmək olmaz, amma mən kartuşka tökürəm. Az tökürəm, amma kök də biraz çox az əlavə eləyirəm. Fikrimdə odur, onu tutmuşam, onu nəzərdə alaraq da bunu hazırlamışam, amma qismət inşallah ki bir tərslik olmaz, bir problem olmaz. Biz də bayram hazırlığımızı eləyərik. Elə bunu da bunun içinə yerləşdirirəm, qapağını da örtürəm, bunu göndərirəm balkona. Balkonda soyuqda belə gözləyəcək. Bilirsiniz də, yəni bunun xarab olma falan ehtimalı yoxdur ləpənin. Belə, indi bunu yerləşdirim.
Qızlar, hal-hazırda videonu editləyirəm və baxdım ki, vloqun, yəni videoların bir-ikisində səs problemi var və mən də qərara gəldim ki, bunların elə hamısını birlikdə səsini alıb üzərinə belə ürək dolusu danışım. Və uzun zamandır da sizlə danışmıram. Keçən dəfə, yəni arada vloq, bilmirəm neçə gün oldu vloq paylaşdığım, son vloq paylaşdığım, amma qısa videolarla, şortlar və ictimai topluluqla şəkillər falan paylaşmışam. Eyni zamanda ad günüm olduğunu da orada belə qısa bir, balaca bir şəkillə bir ya da iki də ola bilər. Şəkillə belə özüm üçün paylaşmışam və onun o şəklin altına, eyni zamanda digər şəkillərin altına gözəl-gözəl mənə təbriklər gəlib. Ona görə təşəkkür edirəm əvvəlcə. Mənə təbrik yazan bütün xanımlara gözəl dualarla, istəklərlə, arzularla qarışıq təbriklər məni çox duyğulandırdı, çox sevindirdi. Eyni zamanda üzünü görmədiyim insanlardan belə səmimi təbriklər almaq da başqa bir hissdir. Və mənim üçün də belə maraqlı oldu. Arada girirəm vloqlarıma, keçmiş vloqlarıma baxıram. Artıq 2021-in sonuna gəlirik və nəsə belə il bitəndə biraz adam hüzünlənir ki, il bitir. Və bu ildə əgər ki, yaxşı şeylər yaşamısansa, adam ilin bitməyini də biraz istəmir, pis şeylər yaşamısansa sevinir. Amma mən bu ilin bitməyini istəmirəm şəxsən. Məsəl üçün 2020-ci ildə ilin bitməyini tez bir zamanda istəyirdim. Çünki çox sevinirdim ki, yəni il gəlir, gedir, Allaha şükür. Yəni bilirsiniz, yəni xəstəlik də o dövrdə çıxdı, müharibə oldu, çox yəni kədərli günlər yaşadıq. Sevindik də, amma daha çox kədərli günlər yaşadıq. Təbii ki, duyğularımız başqa, qarma-qarışıq idi və mən o ilin artıq 2020-nin çıxmağını istəyirdim. Amma 2021 mənim üçün həyatımda nə dəyişiklik olub desəm, o qədər ciddi bir dəyişikliklər olmayıb, amma mən hər gününü dolu-dolu yaşadığım illərdən biridir. Ona görə bu ilin çox yəni keçməyini, tez bitməyini istəmirəm. Eyni zamanda vloqa da bu ildən başlamışam. Yəni həyatımda dəyişikliklərdən biri də istədiyim, sevdiyim bu vloq çəkmək işini işə çevirmək mənim üçün həyatımdakı önəmli dəyişimlərdən biridir. Bu da 2021-də mənə bir xatirədir. Və mən keçmiş vloqlara baxdım və baxdım ki, bu iş olmaqdan çıxır, tamam başqa bir şeydir həm də. Və düşün ki, yəni bu dünyada nə olacağı bilmirsən, nə olacaq, qalarsan, qalmarsan, neçə yaşında gedərsən, yəni bunların heç birisini bilmədən özündən bir xatirə saxlayırsan sanki. Yəni bu ömürlük, əbədi burada qalacaq, bilirəm. İnşallah nəvəli, nəticəli günlərimdə bunlara baxaram, cavanlığımı yada salaram inşallah. Amma hər şey ola bilər. Ona görə də bu çox gözəl bir xatirədir. Mən heç bu cür düşünməmişdim və keçmiş vloqlarıma baxdım, biraz kövrəldiyim anlar da oldu. Həqiqətən çox məncə maraqlıdır. Hər gününü belə xatir. Düzdür, indi hər zaman əlimizdə hal-hazırda telefon var, uşaqları çəkirik, özümüzü çəkirik, gözəl günlərimizi falan çəkirik, amma bu başqa bir şey imiş. Günlük başqa bir şeydir. Səs tonuna qədər dəyişdiyini hiss eləyirsən. Hər şeyi hiss edirsən. Özün daimi gördükcə, danışdığını qulaq asdıqca o zamanın düşündüyün, yəni arada bir ay, 2 ay, 1 il olsa belə həyatda adam başına elə bir şey gələ bilər ki, hansısa bir düşüncəsi dəyişə bilər və o düşüncənin dəyişdiyini də, yəni o danışığında, söhbətində görə bilirsən. Təcrübəliliyini ya da təcrübəsizliyini görə bilirsən, hər şeyi görə bilirsən, hiss eləyə bilirsən və bu çox önəmlidir, çox maraqlıdır. Ona görə bəlkə də buna görə biraz 2021-in keçməyini istəmədim. Çünki nəsə mənə daha masum gəldi bu il. İnşallah 2022 hər birimizə daha gözəl xatirələrlə yadımızda qalar. İnşallah 2022 də çıxanda belə kədərlənərəm ki, bu il çıxmasın. Vlogumu sonlandırmaq istəyirəm inşallah. Mənim o ad günü postlarımı görənlər yəqin ki, ad günü vlogu da gözləyir. Mən olsam mən də gözləyərdim, amma
belə bir vlog paylaşım etməyəcəm. Çünki elə bir vlog çəkməmişəm qızlar. Qısa videolarım var, amma bu vlog kimi deyil. Vlog üçün də nəzərdə tutmamışam. Sadəcə xatirə məqsədi çəkib kompüterimdə yerləşdirmişəm. Xatirə kimi qalsın. Amma mənim ümumiyyətlə mən ad günü sevən deyiləm. Uşaqlığı saymasaq, nə işləyəndə, nə tələbə olanda heç vaxt ad günüm, bu gün mənim ad günümdür ya da kimsə ad gününə çağıram kimi belə şeylər etməmişəm heç vaxt. Çünki sevmirəm həqiqətən. Utanıram düzünü desəm. Böyük ad günlərini də, yəni bu yubileylər falan da belə nəvəli nəticəli insanlara çox yaraşdırıram. Onlardan nəvələrinə, nəticələrinə qalan bir xatirədir. Və Allah qismət eləyərsə biz də o zamanlara gələndə biz də eləyərik. Amma biz də təbii ki, normal olaraq hər il ad günündə, xüsusi günlərdə, bayramlarda falan videolar, şəkillər mütləq olur. O heç, amma belə mən qonaq çağırım, oturub bu gün mənim ad günümdür, gəlin, sabah mənim ad günümdür, gəlin. Bu şəkildə heç vaxt etməmişəm, etməyə utanıram. Ümumiyyətlə mən belə şəxsi özəl şeylərdə çox utananam. Mənə yazırsınız ki, həmişə eyni vloqlar, eyni təkrar olur sanki evdə. Yerə getmirsənmi? Qızlar, mən çox həyətə, bacaya düşən deyiləm, alış-verişə, marketə, ora-bura gedən deyiləm, tək getmirəm, getsəm də tək getmədiyim halda çəkə bilmirəm, çünki yoldaşım çox sevmir və özəl harasa geyib gəzməyi də mən özüm çəkmirəm. Dediyim kimi özəl şeylər çəkməyə utanıram. Yəni məsəl üçün ailəm gəlsəydi, yaxında olsaydı, ailəvi harasa geçsəydik, bu şeyləri çəkərəm. Ailə, qohum, qonşu, dost, tanış. Amma ikimiz isə artıq o biraz çox belə şəxsiyə keçir və onu da paylaşmağı sevmirəm. Nəysə qızlar. Yəni ona görə də bu haqqda belə bir vlog məndən gözləməyin və belə gəzintilər də ki, axırıncı çəkdiyim gəzintidən onu da siz istəmişdiniz və mən də onu çəkdim, utana da paylaşdım, amma çünki istəmişdiniz deyə. Allahdan həmin günü hərbi parad idi və vlogun sonu hərbi paradla bitdi. Çox hissəsi 70-80% hərbi paradla bitdi. Ona görə də onu da paylaşa bildim o şəkildə. Başqa da bir özəl bir şey çəkib paylaşmamışam. Dediyim kimi bizdən böyüklər də baxır. Biraz utanıram. Gedib hardasa restoranda falan çəkdiyim, yediyim yeməkləri falan çəkməyə mən çox utanıram. Çünki hər cür insan baxır. Biraz nə bilim mənə qəribə gəlir, absurd gəlir. Belə qızlar, yəqin ki mənim indiyə qədər vloqlarımdan xarakterimi az-da bilirsiniz. Çox elə şeylər çəkən deyiləm. Məsəl üçün qaynanam mənə doğum günü hədiyyəsi göndərmişdi, onu çəkdim falan. Amma məsələn yoldaşım mənə aldı netdə. Bunları heç vaxt paylaşmıram, paylaşmayacağam. Belə qızlar, inşallah sona qədər izləmisiniz, bəyənmisiniz. Əgər bəyənmisinizsə, bəyənib şərh yazıb abunə olmağı da unutmayın qızlar. Daha gözəl vloqlarda, bayram vloqlarında görüşərik. Hər kəsin bayramında təbrik edirəm. Əgər o vaxtacan vloq paylaşmasam, bu vəsilə ilə sizlər də təbrik edirəm. İnşallah yeni il, 2022-ci il hər kəsin ümidlərinin, arzularının reallaşdığı bir il olar. Bizim üçün yadda qalan il olar. Çox gözəl 2022 səslənir. Çox gözəl zerkalni deyim də belə səslənir. Adına yaraşan da il olar. Yaxşı mənada. Təbrik edirəm hər birinizin yeni ilini. Yeni vloqlarda görüşmək üzrə. Aktiv qalın, kanalımda qalın. Hələlik.